Xoş gördük əziz dinləyicilər. Artıq Ukrayna ətrafında proseslər biraz da dərinləşməyə və dəyişməyə başlayır. Nəzərə alın ki, Ukraynanın müttəfiq ölkələri Ukraynaya verilən silahları məhdud ərazilərdir. Yəni ərazilərin vurulmasını onun üçün məhdudlaşdırmışdır. Artıq bu günlərdə biz Almaniya baş nazirinin, İngiltərənin və Fransadan isə verilən məlumatlara görə Ukraynanın Rusiyanın ərazilərinə vurulmasında məhdudiyyət aradan qaldırılmış oldu. Bəzi insanlar sual verə bilər ki, onsuz da Ukrayna lazım olan əraziləri vura bilirdi. Bəli, Ukrayna yalnız öz istehsalı olan pualarla Rusiyanın istənilən ərazilərinə vura bilirdi. Amma bu Avropanın, yəni müttəfiq ölkələrinin verdiyi silahlara isə məhdudiyyət qoyulmuşdu. Bir ara məhdudiyyətlər yalnız Ukraynanın öz ərazilərinə xilası üçün istifadə edilə bilirdi və icazə verilmirdi ki, Rusiya əraziləri vurulsun. Amma sonradan bu dəyişdirildi və müəyyən kilometrlər qoyuldu ki, bu kilometrlərdə vura bilərsən. Amma bu günləri isə bu qərar çox vacib bir qərardır ki, artıq o məhdudiyyət aradan qaldırılır. Yəni Ukraynaya bildirildi ki, istənilən əraziləri gücün çatan qədər haranı vura bilirsənsə, artıq müstəqilsən, istənilən əraziyə zərbə endirə bilərsən. Bu onu özündə ehtiva edir ki, artıq dəqiq silahlarla, Avropanın ən dəqiq silahları ilə Ukrayna istədiyi əraziləri, Rusiyanın əl çatmayan bölgələrində dəqiq və yerindəcə vurub məhv etməyə imkanı verəcək ki, bu da mən fikirləşirəm ki, artıq bu müharibənin gedişində kifayət qədər ciddi dönüş yarada bilər və bu artıq bu müharibədə daha geniş səlahiyyətlərin Ukraynaya verilməsi ilə Rusiya ən ciddi təzyiqlərdən birini də rolunu oynamış olacaq. Çünki bu günlərdə Rusiya bilirsiniz, insanların yaşadığı yerləri vurmaqdan çəkinmir. Artıq İskəndər ballistik raketlərindən də istifadə edilir və insanların ölümü üçün bundan istifadə edir. Sivil insanlara zərbə vurmaq üçün bundan istifadə edir və bunun da cavabı olaraq artıq mən düşünürəm ki, Avropa bu imkanı verdi. Artıq bütünlüklə Ukrayna üçün məhdudiyyətlər aradan qaldırıldı. Mən indi yuxarıda paylaşdığım xəritələrdə də biz artıq hansı ərazilərin vura biləcəyini, Ukraynanın tam sürədə hədəfinə çevriləcəyini izah edilmiş olub. Əlbəttə Rusiya kanallarında da bu artıq ciddi surətdə tətbiq edilir və araşdırılır ki, bu nə deməkdir və mən də sizlə bunu paylaşacağım. Siz də buradan tanış ola biləcəksiniz. Təşəkkür edirəm diqqətinizə görə.